Salam əziz uşaqlar, hər vaxtınız xeyir olsun. Gəlin sizinlə bərabər şəxsə və zamana görə dəyişən fe'llər, yəni təsriflənən fe'llərdir ki, bunlara nümunələr üzərində baxarıq. Digər tərəfdə şəxsə və zamana görə dəyişməyən fe'llərdir ki, bunlara təsriflənməyən fe'llər deyilir ki, bunlara da nümunələr üzərində baxırıq. Bunları müqayisəli şəkildə ona görə yazmışam ki, bunları fərqləndirə biləsiniz. Siz onsuz da artıq 3-cü sinifdən bəlkə də 2-ci sinifdən fe'llərin zamana görə dəyişməsi ilə tanışsınız. Amma bunları müqayisəli şəkildə təsriflənməyən fe'llə təsriflənən fe'li 4-cü sinifdə öyrənirik. Gəlin baxaq. Burada yazmışam ki, mən gəlirəm. Buradakı ir, baxın deyir ki, şəxsə və zamana görə. Buradakı ir zaman şəkilçisidir. Əmi isə şəxs şəkilçisidir. Əgər bir fe'lin yanında zaman şəkilçisi varsa, demək bunlar zamana görə dəyişir. Şəxs şəkilçisi varsa, demək şəxsə görə dəyişir. Demək bu oldu zaman şəkilçisi, bu da oldu şəxs şəkilçisi. Baxın, birinci şəxsin təkidir. Baxın, heç buradakı mən sözü burada olmasa, əvəzliyi olmasa, gəlirəm dedikdə artıq əmdən bilinir ki, gələn mənəm. Sonra, sən gəlirsən, ir burada zaman şəkilçisidir. Sən burada şəxs şəkilçisidir. O gəlir. Ir burada nədir? Zaman şəkilçisidir. Biz gəlirik. Ir yenə zaman şəkilçisidir. Sonra ikdəki şəxs şəkilçisidir. Siz gəlir, ir zamandır. Siniz isə şəxs şəkilçisidir. Onlar gəlirlər. Ir burada yenə də zamandır. Larlər isə şəxs şəkilçisidir. Yadımıza salaq uşaqlar, zaman şəkilçiləri hansılar idi? Fe'llər zamana görə 3 yerə bölünür. Keçmiş zaman, indiki zaman, gələcək zaman. Gəlin buradan baxaq. Keçmiş zaman, keçmiş. Keçmiş zaman özü də 2 yerə bölünürdü. Hansılar idi? Şuhudi keçmiş zaman. Baxın, belə yazaq. Şuhudi. Şuhudi keçmiş zaman. Şuhudi keçmiş zaman hansı şəkilçinin köməyi ilə düzəlirdi? D-dinin köməyi ilə düzəlirdi. Məsəl üçün, gəldi. Gəldi. Sən bu D keçmiş zaman şəkilçisidir. Oxudu. Oxudu. Bax, bu D-du keçmiş zamandır ki, şuhudu keçmiş zamandır ki, bunu yadımızda saxlayaq. Keçmiş zamanın digəri nəqli keçmiş zamandır. Yazıram burada. Nəqli keçmiş zaman. Nəqli keçmiş zaman hansı şəkilçinin köməyi ilə düzəlirdi? Mış-mişin köməyi ilə düzəlirdi. Məsəl üçün, Aynur yazmış, oxumuş, bilmiş, gəlmiş və s. Buradakı muş nəqli keçmiş zamanın şəkilçisidir. İndiki zaman, keçmiş zamanla qutardıq. Əsas buradakı şəkilçiləri bilmək lazımdır. Baxın, burada mış-mişlə d-dir. Keçmiş zamanın şəkilçiləridir. İndiki zaman isə ir-irlə düzəlir. Baxın, bayaqdan burada gördüyümüz indiki zamanın şəkilçisidir. Gəlir, yazır. Baxın, gəlir, yazıram burada. Gəlir, yazır, oxuyur və s. Baxın, buradakı buradakı indiki zamanın şəkilçisidir. İndiki zaman ilə bir növ şəkilçisi vardır. Yəni, keçmiş zaman kimi 2 cür şəkilçisi yoxdur. Keçirik, baxırıq gələcək zamana. Buradan yazımda gələcək zaman. Gələcək zaman özü də 2 yerə bölünür. Hansılardır? Qəti gələcək, yazıram burada. Qəti gələcək, qeyri qəti gələcək. Qoy qəti ilə qutaraq sonra. Qəti gələcək, acaq əcəklə düzəlir. Acaq, əcək. 2 onu göstərir ki, yəni 2 cür yazır da. Acaq, əcək. Məsəl üçün, gələcək. Deyə bilərsiniz, uşaq, burada qıdır, burada k-dır, q k-yə keçib. Oxuyacaq, oxuyacaq və s. Qeyri qəti gələcək zaman isə
Ar ərlə düzəlir. Buradan yazaq. Qələmin rəngini dəyişim. Qeyri qəti gələcək zaman. Qeyri qəti gələcək zaman isə ar ərlə düzəlir. Məsəl üçün, gələr, oxuyar, yazar və s. və s. Demək, biz nə edirik uşaqlar? Baxaq bir bunlara, bir təkrarlayaq. Demək, biz zaman şəkilçilərin təkrarlamış olduq. Feillər zamana görə 3 yerə bölünür. Keçmiş zaman, indiki zaman, bir də gələcək zaman. Keçmiş zamandan başlasaq, keçmiş zaman özü 2 yerə bölünür. Şuhudi keçmiş zaman, nəqli keçmiş zaman. Şuhudi keçmiş zamanda olan sözlər dadi şəkilçisi artırılır həmən sözlərə. Məsələn, gəldi, oxudu, yazdı və s. Nəqli keçmiş zamandakı olan sözlərdə isə mış-mış şəkilçisi olur. Yazmış, oxumuş, gəlmiş, bilmiş və s. İndiki zaman ancaq bir cür şəkilçi ilə yazılır. Məsəl üçün, gəlir, yazır, oxuyur, bilir və s. Gələcək zamana keçdikdə isə gələcək zaman özdə 2 yerə bölünür. Qəti gələcək zaman, qeyri qəti gələcək zaman. Qəti gələcək zamanda olan sözlər acaq, əcəklə yazılır. Məsəl üçün, gələcək, oxuyacaq, biləcək, yazacaq və s. Qeyri-qəti gələcəkdə olan sözlər isə ər şəkilçisi ilə yazılır. Məsəl üçün, gələr, oxuyar, bilər, yazar və s. Bunları təkrarlamaqda məqsədim odur ki, yəni siz sözləri, o şəkilçiləri görərkən tapa biləsiniz ki, hansılar zaman şəkilçisidir. Əgər bir sözdə zaman şəkilçisi varsa, demək o şəxsə və zamana görə dəyişən feildir. Yəni təsriflənən feildir. Yuxarı siniflərdə siz bunun adını baxın bu formada görəcəksiniz. Aşağı siniflərdə, yəni 4-cü sinifdə siz buna şəxsə və zamana görə dəyişən feillər deyirsiniz. Yəni burada əgər sözün tərkibində feilin yanında zaman şəkilçisi varsa, demək o şəxsə və zamana görə dəyişən feildir. Yox, zaman şəkilçisi yoxdursa, demək yoxdursa və artıra da bilmirəmsə, yoxdursa bu demək deyil də, yəni artırmaq olmur. Yox, artırmaq da alınmırsa, indi nümunələr üzərində görərik, demək bu şəxsə və zamana görə dəyişməyən feillərdir. Zaman şəkilçilərini bildik. Amma nümunələrimizdə ki, bu fərqli rəngdə yazdığım şəkilçilər sən, sonra bu 3-cü şəxsin təkində yoxdur. Bizdə birinci şəxsin cəmində var siniz, lər. Bunlar nə şəkilçilərdir? Uşaqlar, şəxs şəkilçiləridir. Şəxs şəkilçiləri nə deməkdir? Uşaqlar, bu şəxs şəkilçilərini biz isimlərdə də görərik. İsimlərdə görərkən onlar isimlərə, sifətlərə, yəni əsasən feildən başqa digər əsas nitq hissələrinə artırılır. Amma feillərdə görərkən isə feillərin şəxs şəkilçisidir, yəni feillərin şəxsə görə dəyişməsidir. Belə deyək. Yəni feillərin şəxsə görə dəyişməsidir. İsmin üzərində olanda isim şəxsə görə dəyişir, feilin üzərində olanda feilin şəxsə görə dəyişməsi adlanır. Buradakı yəni mən gəlirəmsə, demək birinci şəxsin təkidir. Gəlirsən deyirsə, artıq biz bilirik ki, sən gəlirsən. Gəlir deyirsə, bilinir ki, 3-cü şəxsin təkidir ki, burada heç bir şəkilçi yoxdur. Sonra deyir isə birinci şəxsin cəmidir, yəni biz gəlirik. Siz gəlirsiniz. Sinizdən bilirik ki, bu sizi yazmasaq burada biz bilərik ki, ikinci şəxsin cəmindən söhbət gedir. Gəlirlər deyəndə isə 3-cü şəxsin cəmindən söhbət gedir. Burası belə. Bəs şəxsə və zamana görə dəyişməyən feillərdə nə baş verir? Bunlara niyə şəxsə və zamana görə dəyişməyən feillər deyirik? Yəni uşaqlar, bunlar neçənci şəxsdə işlənməsindən asılı olmayaraq, görürsünüzmü? Baxın, əvvəlində birinci şəxs, ikinci şəxs, 3-cü şəxs, birinci şəxsin cəmi, yəni biz, ikinci şəxsin cəmi siz, 3-cü şəxsin cəmi, onlar əvəzliyi qoymuşuq. Amma onlardan sonra gələn feillərə baxın. Nə zaman şəkilçisi var, nə də şəxs şəkilçisi var. Heç qoya da bilmərəm. Baxın, mən gələndə deyə bilmərəm ki, zaman şəkilçisini qoya bilmirəm bura. Baxın, bütün feillərdə eyni formadır. Görürsünüzmü? Mən gələndə, sən gələndə, o gələndə, biz gələndə, siz gələndə, onlar gələndə. Bura baxın, mən deyirəm ki, mən gəlirəm. Zaman var burada, bir də şəxs sonluğu var. Amma burada deyirəm ki, mən gələndə, anda, əndə şəkilçisi var. Burada
Feli bağlamanın, feli bağlamanın nə olduğunu bilmirsiniz. Biraz qısa məlumat verərəm digər səhifədə sizə. Amma yadınızda saxlayın ki, şəxsə və zamana görə dəyişməmək o deməkdir ki, yəni həmən feilin yanında nə şəxs şəkilçisi var, nə zaman şəkilçisi var, nə də artıra bilirik. Heç artırması da yəni düzgün olmur, mümkün deyil, alınmır. Yəni uyğunluq təşkil etmir. Baxın, yenə deyirəm. Bax, sən gələndə deyəndə mən bura bir zaman şəkilçisi qoyum da, tutaq ki, sən gəl, məsələn, əndə. Sən gəl əndə olurmu? Yox, olmur. Və yaxud bir şəxs şəkilçisi qoyum. Sən, məsəl üçün, gəl sən əndə, gəl sələndə və yaxud şəkilçidən sonra qoyum. Gəl əndəsən. Heç bir qoymaq olmur. O, yəni düzgün alınmır. Buna görə də biz bunlara nə deyirik? Şəxsə və zamana görə dəyişməyən feillər. İndi uşaqlar, biz bildik ki, şəxsə zamana görə dəyişən feillər nədir? Yəni, onlar zaman şəkilçiləri qəbul edir, yəni şəxs şəkilçiləri qəbul edə bilir. Amma şəxsə və zamana görə dəyişməyən feillər isə, yəni təsriflənməyən feillər isə, yəni həmən feildən söhbət gedir ha, uşaqlar. Yəni, başqa nitq hissəsindən yox, feildən söhbət gedir. Həmən sözlərə nə zaman şəkilçisi artırmaq olur, nə də şəxs şəkilçisi artırmaq olur. Gəlin nümunələrə, bir-iki nümunəyə baxaq. Məsəl üçün deyirəm ki, baxın, siz belə deyim də, yoxlayın. Görün, şəxsə və zamana görə dəyişən feildir, yoxsa dəyişməyən feildir yazdığım söz. Və videonu dayandırıb özünüzü müəyyənləşdirin, sonra davamını izləyin. Öz fikrinizlə mən yazdığım və dediyim fikirləri müqayisə edin. Məsəl üçün deyirəm ki, gəldim. Gəldim. Uşaqlar, bu şəxsə və zamana görə dəyişir, yoxsa dəyişmir? Fikirləşin. Deyirəm ki, gələrkən. Bax, buna diqqət edin. Görün, bu dəyişir, yoxsa dəyişmir. Sonra deyim, öyrənəndə. Görün, dəyişir, yoxsa yox. Və yaxud deyirəm ki, öyrəndim. Görün, dəyişir, yoxsa dəyişmir. Yəqin ki, videonu saxlayıb yoxladınız. İndi gəlin birlikdə baxaq. Hansı dəyişirsə qabağında üstə gəl qoyuruq. Yəni, hansı bu tərəfdəki feillərə aiddir, hansı digər tərəfdəki feillərə aiddir. Yəni, şəxsə və zamana görə dəyişmən feillərə aiddir. Baxaq. Hansı ona aiddirsə qabağında üstə gəl qoyarıq. Hansı digər tərəfdə, yəni bu sağ tərəfdəki feillərə aiddirsə, biz üstünə qabağına çıx işarəsi qoyarıq. Baxın, yazıram ki, gəldim. Gəldim deyəndə siz artıq heç bunun qabağında hər hansı bir şəxs olsun, olmasın. Artıq m-dan bilirik ki, biz, nədir uşaqlar? Bu, mən gəldim demək istəyirəm. Birinci şəxsin təkindən söhbət gedir. Demək, bu m burada nədir uşaqlar? Şəxs şəkilçisidir. Bəs gəldi, gəldim, yəni dim deyəndə dim. Gəldim. Din şəkilçisi burada uşaqlar, müqayisə eləyin. Bax, biz bayaq burada nə demişdik? Di nə şəkilçisi idi uşaqlar? Şuhudi keçmiş zamanın şəkilçisi. Demək, şuhudi keçmiş zamanın burada nə şəkilçisi varsa, yəni zaman şəkilçisi varsa, demək, bu şəxsə və zamana görə dəyişir. Burada deyirəm ki, gələrkən, bu k-dır ya, gələrkən. Gələrkən deyəndə, bura zaman şəkilçisi görürəmmi? Xeyr, zaman şəkilçiləri bax, belə yazım sizsin. D, di, d, d, maş, miş, müş, müş, ır, ir, ur, ür, acəq, acaq, əcək, ar, ər. Baxın, ar, ər. Bax, bunları axtaraq. Görək, varmı burada bu şəkilçilərdən? Bəlkə də burada, bunu biraz səliqəsiz yazmışam, beyniniz qarışacaq. Gələrkən. Bu zaman şəkilçilərindən birini burada görürükmü? Xeyr, görmürük. Və yaxud qoya bilərikmi, əlavə edə bilərikmi? Xeyr, əlavə edə bilmərik. Əlavə edə bilməriksə, demək zaman şəkilçisi yoxdursa burada, şəxs şəkilçisi də yoxdursa burada, bu demək təsriflənməyən feildir. Yəni, şəxsə və zamana görə dəyişmir. Sonra baxaq burada, öyrənəndə. Öyrənəndə sözündə bu şəkilçilərdən hansını görürük uşaqlar burada? Görürükmü? D-di varmı burada? Yoxdur. Burada bir dadə ilə qarışdırarsınız. Xeyr, bu D-didir, bu dadədir.
Sonra mış varmı burada? Xeyr. Ir varmı? Yox. Acaq əcək varmı? Yox. Ər varmı? Yoxdur. Və yaxud artıra bilirəmmi özümdən? Baxın, öyrənəndədir. Öyrənəndədir. Belə bir söz yoxdur axı. Öyrənəndəmiş. Olmur axı. Öyrənəndə ir. Olmur axı. Öyrənəndə acaq. Öyrənəndə ar. Olmur axı. Yəni artırmaq olmur. Olmursa bu da şəxsə və zamana görə dəyişmir. Yəni bu tərəfdəki feillərə aiddir. Yəni baxın, şəxsə və zamana görə dəyişməyən feildir. Deyirəm ki, öyrəndim. Öyrəndim deyəndə öyrəndim. İndi biraz siz yəqin ki, bayaqdan baxırsınız, videonu saxlayıb baxmısınız. Öyrənmək sözün köküdür. Kök və şəkilçiyə ayırmıram, beyniniz qarışmasın burada. Öyrəndim deyəndə, bax, di burada zaman şəkilçidir. M burada şəxs sonluğudur. Bax, buna diqqət edin. Öyrəndim deyəndə di, d şəkilçisidir ki, M da ki, burada şəxs sonluğu. Demək nədir? Zaman şəkilçisi mən görürəmsə, baxın bu zaman. Şəkilçisini görürəmsə, bu nədir? Şəxsə və zamana görə dəyişən feildir. Yəni, təsriflənən feildir, uşaqlar. Bunu da diqqətinizdə çatdırın. Sonra başqa nümunə yazaq. Başqa nümunədənsə, gəlin mən sizə nə izah edim. Bu şəxsə və zamana görə dəyişməyən feillər ki var, onlar haqda danışım. Onlardan birincisi məstərdir. Adı məstərdir. Məstər. 3-cü sinifdə artıq buna tanışsıq. Məstər nədir uşaqlar? Məstər məq şəkilçisi işlənən feildir. Məsəl üçün deyirəm ki, yazmaq, oxumaq, gəzmək. Bax, görürsünüz, burada qıdır, burada k-dır. K incə sayta uyğun olaraq q, k-yə keçir. Yaxşı, bəs məstər bir şeydə diqqəti çatdırım ki, bunu yazım qoya biləm, məstər, məq, yəni q, k-yə keçə bilir də, şəkilçisi ilə yazılır, şəkilçili formasıdır, yəni. Məstər testlərdə də düşür ki, şəxsə və zamana görə dəyişməyən feillər hansı suallara cavab verir? Məstər həm feilin xüsusiyyətini daşıyır, həm də ismin xüsusiyyətini daşıyır, İndi mən bu xüsusiyyətlərin hamısını sadalamaram. Siz üçün mövzunu çətinləşdirmək istəmirəm. Sizin yaş səviyyənizə uyğun olaraq lazımlı məlumatları sizə verərəm. Feilin hansı xüsusiyyətlərini daşıyır? Məsəl üçün, feillər ki, hərəkət bildirir. Baxın, yazmaqdır, oxumaqdır, gəzməkdir. Feil kimi nə bildirir? Hərəkət bildirir, hərəkət bildirir. Feillər kimi inkarda işlənə bilir. Biz bilirik ki, təsdiqdə və inkarda işlənmək belə xas xüsusiyyətdir. Məstər də feil kimi inkarda da işlənə bilir. Yəni, təsdiqdə, inkarda. Məsələn, yazmaq təsdiqdədir. Yazmamaq isə inkarda işlənir. Yəni, feil kimi təsdiqdə və inkarda işlənir. Bəs isim kimi hansı xüsusiyyətlərini daşıyır? Bizə bunu demək istəyirəm ki, elə bunu yadınızda saxlasaz, bəs edərsiniz üçün, isim kimi nə sualına cavab verir əsasən? Nə sualına cavab verir? Əslində, bəzən deyirlər ki, bəzən yox, deyirlər ki, məstərlər yeri gələndə feilin sualına cavab verir, yeri gələndə ismin sualına cavab verir. Amma isim kimi xüsusiyyətlərini sadalasaq, nə sualına cavab verir? Məsəl üçün, deyirəm ki, oxumaq gözəldir. Gözəldir nə? Baxın, gözəldir nə? Oxumaq. Demək, hansı suala cavab verdi? Nə sualına cavab verdi? Məstər qədər, məncə bu qədər bəsdir sizin, belə deyim də, yaş səviyyənizə uyğun olaraq feili sifət haqqında məlumat verərəm. Bir də yadınızda saxlayın ki, uşaqlar, məstərin şəkilçisi, məq şəkilçisi həmişə qrammatik olur. Məsələn, gəzmək, oxumaq, yazmaq, yəni orada yeni bir söz düzəltmir də. Bir şey də qeyd edeyim, qoy bir səhifə əlavə edin. Bir şey də demək istəyirəm ki, məstər haqqında. Məstər də isim kimi, burada ismin xüsusiyyətini sadaladıq ki, isim kimi nə sualına cavab verir. Məstər də isim kimi hallana bilir. Axı, biz bilirik ki, isimlər hallanır, düzdürmü? Məsəl üçün deyirəm ki, oxumağın
oxumağa, oxumağı, oxumaqda, oxumaqdan, oxumaqdan. Yəni, nə nədir uşaqlar? Baxın, buradan yazım ki, məstər də isim kimi, buradan yazım. Məstər də, cümlə başlayır. Məstər də isim kimi nə edir? Hallanır. Hallanır. Yəni, hallanır da, yəni, hal şəkilsi qəbul edir. Düzdür, məstər isim kimi bir neçə xüsusiyyətləri var. Onları siz tam, belə deyim də, xüsusiyyətləri bilmədiyinizə görə burada yazmaq istəmirəm. Demək, biz fe'lin təsriflənməyən formaları olan birinci məstərdən danışdıq. Ümumiləşdirmə aparaq, məstər maqmək şəkilçisi ilə yazılır. Yazmaq, oxumaq, gəlmək, bilmək və s. Məstər həm fe'lin, həm də ismin xüsusiyyətini daşıyır. Bu fe'lin təsriflənməyən formaları ki var. Biraz əvvəl dedik, təsriflənməmək o deməkdir ki, şəxsə və zamana görə dəyişmir. Təsriflənməyən formaları hərəsi ayrı-ayrılıqda iki nitq hissənin xüsusiyyətini daşıyır. Məstər fe'lin və ismin xüsusiyyətini daşıyır. Fe'lin hansı xüsusiyyətini daşıyır? Hərəkət bildirir. Sonra inkarda işlənir. Buradan yazın. İnkarda, nümunə yazmışam, amma yazım, inkarda işlənir. İşlənir. İnkarda işlənmə, yəni maməl şəkilçisi artırmaq olur. Yəni yazmaq, yazmamaq. Təsdiqdədir bu, bu isə inkardadır. Oxumaq, oxumamaq. Sonra isim kimi hansı xüsusiyyətləri daşıyır? Yəni ismin hansı xüsusiyyətlərini götürüb məstər özünə? İsim kimi nə sualına cavab verir? Biz demədik kim sualına cavab verir, hara sualına cavab verir, ancaq nə sualına cavab verir? Məsəl üçün, oxumaq gözəldir. Gözəldir nə? Oxumaq. Məstər də isim kimi hallanır. Məsəl üçün, oxumaq, oxumağın, oxumağa, oxumağı, oxumaqda, oxumaqdan və s. Sonra keçək fe'li sifətə. Uşaqlar, buradan başlıqdan yazım. Fe'li sifət. Fe'li sifətdə ikili xüsusiyyət daşıyır. Adından bəllidir. Fe'li bir də sifət. Həm fe'lin xüsusiyyətini daşıyır, həm də sifətin xüsusiyyətini daşıyır. Fe'lin hansı xüsusiyyətini daşıyır? Fe'lin hansı xüsusiyyətlərini daşıyır? Elə birinci olaraq hərəkət bildirmək xüsusiyyətini. Hərəkət bildirmək xüsusiyyətini. İkinci olaraq hansı xüsusiyyətini daşıyır? Fe'l kimi təsdiqdə və inkarda işlənir. Bir də yazın. Təsdiq və inkar. Təsdiq və inkarda işlənir. Hərəkət bildirmək nə deməkdir? O nümunələrlə göstərək sizə. Hərəkət bildirmək. Məsəl üçün deyirəm ki, oxuyan. Oxuyan. Burada bu söz fe'li sifətdir. Birazdan deyəcəm, hardan bildik fe'li sifətdir. Görürsünüzmü, hərəkət var burada. Təsdiqdə inkarda işlənməsi nədir? Oxuyan, oxuyan, bir də oxumayan. Oxumayan, oxumayan. Təsdiqdə və inkarda işlənir. Uşaqlar, məstəri biz fe'li sifəti tapmaq üçün fe'li sifətin bir neçə şəkilçisi var. Biz o şəkilçiləri əzbərləməliyik. Yəni, elə şeylər var ki, o şəkilçini biz deyirik əzbərləmirik. Mahiyyəti dərk edib tapmalıyıq. Siz hər ki bu şəkilçiləri əzbərləyib, sonradan mahiyyətində yavaş-yavaş dərk edəcəksiniz. Fe'li sifətin şəkilçiləri hansılardır? Məsəl üçün, an-ən. An-ən şəkilçisi var. Mən burada dedim, oxuyan, yazan, yazan. Bir də yadınızda saxlayın, bu şəkilçilər hamısı qrammatik şəkilçilərdir fe'li sifətin. Sonra mış-miş. Mış-miş zaman şəkilçisi də vardı. Biz qoy bu şəkilçilərə keçməmişdən öncə bir şey diqqətimdən yayınıb. Biz çünki qoy xüsusiyyəti qeyd edeyim sonra. Biz dedik ki, fe'lin xüsusiyyətləri hansı xüsusiyyətlərini daşıyır? Hərəkət bildirmək var, təsdiq və inkarda işlənməsi var. Bəs baxaq, sifətin hansı xüsusiyyətlərini daşıyır? Sifətin hansı xüsusiyyətlərini daşıyır? Sifətin, belə deyim də, sifət kimi əlamət bildirir. Belə deyim də, buradan yazım, əlamət bildirir.
Burada yazım əlamət bildirir. Əlamət bildirir. Sonra sifət kimi necə, nə cür, hansı suallara cavab verir? Yəni sifətin suallarına cavab verir. Necə, nə cür, hansı suallarından birinə cavab verir. Demək, sifət kimi əlamət bildirir. Amma belə deyim də, sifət əşyanın əlamətini bildirirdisə, bu hərəkətin əlamətini bildirir. Aha. Sonra dedik necə, nə cür, hansı suallara cavab verir. İndi keçək şəkilçilərə və bunları qarşılıqlı şəkildə müqayisə edək. Dedik ki, biraz əvvəl an-ən şəkilçisi var. Məsəl üçün dedik ki, yazan. Baxın, görürsünüzmü? An-ən də biraz əvvəl dedim ki, qrammatik şəkilçidir. An-ən şəkilçisi, belə deyim də, bunu yaz feilinə an-ən şəkilçisi artırdı. Bu oldu feili sifət. Feili sifətin hansı xüsusiyyətini, feilin hansı xüsusiyyətini görürük? Hərəkət bildirmə xüsusiyyətini görürük. Məsələn, yazan, inkarda işlədə bilərəm, yazmayan və yaxud yazmayan. Yazmayan. İndi gəlin biz buna sual verək. Məsələn, deyirəm ki, oxuyan da yaza bilərəm də, oxuyan. Oxuyan an-ən varsa feili sifətdir. Uşaq. Oxuyan uşaq. Biraz əvvəl dedim ki, mən burada feili sifət əşyanın yox, hərəkətin əlamətin, keyfiyyətini bildirir. Amma orada biraz düzəliş eləmək istəyirəm ki, baxın, buradan görürük ki, feili sifət isimdən əvvəl gəlib. Demək, ismi izah edir. İsmin əlamətini bildirir. Əşyanın əlamətini bildirir. Və sual verəndə də oxuyan uşaq, hansı uşaq və yaxud necə uşaq? Hansı uşaq və yaxud hansı uşaq? Görürsünüzmü? Sifətin sualına cavab verir. Sonra baxaq, burada mış şəkilçisi var. Mış-mış şəkilçisi. Biz bu mış-mış şəkilçisini bayaq yuxarıda qaldırsaq, baxın, sizə göstərmək istəyirəm ki, biz keçmiş zamanda da gördük. Bəs bunlar necə müqayisəli şəkildə bilə bilərik? Düzdür, bunlar hələ ki sizə lazım deyil, amma yeri gəlmişkən məlumat vermək istəyirəm ki, haradasa, sınaqlarda köməyinizə çata bilər, lazım ola bilər, tapşırıqlarda da. Əvvəlcə baxaq, mış-mış nə zaman feili sifət kimi qabağımıza çıxa bilər? Məsəl üçün, deyirəm ki, oxunmuş əsər. Bax, oxunmuş əsərdə muşmuş, yəni muş da, muşmuş olan, mış-mış da, yəni muş feili sifətin şəkilçisidir. Hardan bildim? Çünki bu söz özü sifətin sualına cavab verir. Deyirəm, hansı əsər? Oxunmuş əsər. Bax, sual verəm. Hansı əsər? Oxunmuş əsər. Bəs nə zaman zaman şəkilçisi kimi işlənər? Məsələn, deyirəm ki, əsər oxunmuş. Nə edilmiş? Oxunmuş. Burada keçmiş zamanda işlənib. Keçmiş zaman. Nə hardan bildim? Keçmiş zamanda olsa, məsdər feili sifətin şəkilçisi də olsa, hər ikisində bu qrammatik şəkilçidir. Bəs uşaqlar, mən hardan bildim ki, burada keçmiş zamandır? Çünki burada feilin sualına cavab verdi. Əsər oxunmuş. Nə edilmiş? Oxunmuş. Amma burada deyirəm, oxunmuş əsər. Hansı əsər? Sifətin sualına cavab verdi. Sifətin sualına cavab verərkən buradakı mış-mış oldu nə? Feili sifət şəkilçisi? Yox, feilin sualına cavab verəndə isə olur zaman şəkilçisi. Sonra baxaq, acaq şəkilçisinə baxaq. Acaq da elə iki yerdə, acaq-əcək, iki yerdə qabağımıza çıxacaq. Məsəl üçün, deyirəm ki, elə baxın, oxunmuş əsər deyəndə, oxunacaq əsər. Əsər, hansı əsər? Oxunacaq əsər, hansı? Bu acaq-əcək də ki, məsələn, deyiləcək söz. Bax, belə bir nümunə də deyə bilərim, məsələn. Sonra, yəni demək istəyirəm ki, düzdür, yenə də, yəni əsas bu şəkilçiləri öyrənin.
əsas şəkilçiləri öyrənin. Tapşırıqlar üzərində yenə də müqayisəli şəkildə biz bunlara baxarıq. Acaq şəkilçisi gələcək zaman şəkilçiləri içərisində də var. Baxın, burada yuxarıda yazmışdım. Acaq, əcək. Məsəl üçün deyirəm ki, o gələcək. O gələcək deyəndə acaq, əcək burada nədir uşaqlar? Gələcək zamanın şəkilçisi, zaman. Zaman şəkilçisi. Baxın, yenə deyirəm, oxunacaq əsər deyəndə, bunu bir növ belə də yadda saxlayın da, isimdən əvvəl gələndə olacaq fe'li sifət şəkilçisi, yəni təsriflənməyən fe'l. Bax, bu təsriflənməyən fe'ldir, bu təsriflənən fe'ldir. Çünki burada işlənən zaman şəkilçisidir, burada işlənən fe'li sifət şəkilçisidir, acaq, əcək. Yenə hər yerdə, hər hansı yerdə biz bunu görsək, düzdür, müəyyən məqamlar var ki, orada leksik şəkilçi kimi olur. Yəni, onu bura əlavə edib beyninizə qarışdırmaq istəmirəm, sizə çətin gələ bilər. Amma, baxın, birinci nümunədə oldu fe'li sifət şəkilçisidir, ona görə təsriflənməyən fe'ldir. Amma ikinci nümunədə zaman şəkilçisi olduğuna görə bu təsriflənən fe'ldir. Sonra ası, əsi. Yazılası, məktub. Yazılası məktub. Hansı məktub? Yazılası məktub. Ası, əsi burada nə idi? Fe'li sifətin şəkilçisidir. Sonra malı-məli var, məsəl üçün burada. Malı-məli. Yazılmalı məktub. Yazılmalı tapşırıq. Hansı tapşırıq? Yazılmalı tapşırıq. Burada malı-məli də uşaqlar nədir? Fe'li sifətin şəkilçisidir. Bir də var burada bir qayıdım əvvələ. Demək, fe'li sifətin şəkilçiləri hansı idi? An, ən, mış, biş, muşmuş, acaq, əcək, baxın. Sonra ası, əsi, bir də malı, məli. Böyle bir səhifədə əlavə edim. Bir də dığım. Yəni, bunu deməyəcəm mən. Filan şey üstə gəl mənsubiyyət, dığım. Çünki hələ mənsubiyyəti yaxşı bilmirsiniz siz. Bu da fe'li sifətin şəkilçisidir. Məsəl üçün, yazdığın, esse. Hansı esse? Yazdığım esse. Demək, bu da nədir uşaqlar? Fe'li sifətin şəkilçisidir. Fe'li sifət haqqında bir ümumiləşdirmə aparaq. Uşaqlar, nə öyrəndi fe'li sifətdən? Dedi ki, fe'li sifət həm fe'lin, həm də sifətin xüsusiyyətlərini daşıyır. Sizə lazım olan qədər xüsusiyyətlərindən mən burada danışdım. Fe'lin hansı xüsusiyyətlərini daşıyır? Hərəkət bildirmə xüsusiyyətini daşıyır. Təsdiqdə və inkarda olma xüsusiyyətini daşıyır. Hərəkət deyəndə, məsələn, oxuyan, yazan, bilən, görürsünüzmü? Hamısında hərəkət var. Təsdiqdə və inkarda işlənmə xüsusiyyəti hansıdır? Oxuyan təsdiqdədir, oxumayan inkardadır. Bəs sifətin hansı xüsusiyyətlərini daşıyır? Əlamət bildirmə xüsusiyyəti. Necə? Nə yazmışam burada? Nə cür? Gözümdən qaçıb. Cür yazım. Gözümü yenə çəp yazdım. Bir dəqiqə. Nə? Bunu silin burada. Cür. Nə cür? Sual. Nə cür? Bir də bu cürdür də uşaqlar. Nəsə alınmır burada, nəsə. Nə cür? Bir də hansı suallarla birinə cavab verir? Biz dedik ki, sifət kimi əlamət bildirir, sifət kimi necə, nəcür, hansı suallarla birinə cavab verir. Baxın, şəkilçilərin əvvəlcə öyrənək. An, ən, mış, biş, muşmuş, acaq, əcək, sonra ası, əsi, malı, məli, dığım, düğüm, yəni burada i, u şəkilçilər işlənir də, ona əsasən 4 cür yazılır. Və bunlara hamısına aid nümunə yazdıq, təkrarladıq, yazan, məsəl üçün, an, ən şəkilçisi var, yazmayan
və təsdiqdə və inkarda işlədik. Oxunmuş əsər, muş şəkilçisi var. Sonra dedik nə zaman buradakı muş şəkilçisi zaman kimi biz görə bilərik. Əgər zaman kimi işlənərsə bu fe'li sifət deyil ha. Yəni bunu dəqiq yadınızda saxlayın. Bu keçmiş zamanda işlənən fe'ldir ki, buna təsriflənən fe'l deyirik. Amma fe'li sifət şəkilçisi kimi biz görsək, onda təsriflənməyən fe'ldir. Yəni bir sözdə zaman şəkilçisi əgər görürsə, buna heç vaxt fe'li sifət deyə bilmərik. Sonra acaq əcək var, oxunacaq əsər, hansı əsər. Yəni dedim, acaq əcəyi biz gələcək zaman kimi də görə bilərik, gələcək zaman şəkilçisi kimi də görə bilərik. Burada artıq o təsriflənən fe'l olacaq. Yəni yenə deyirəm, təkrar deyirəm. Bir sözün tərkibində əgər zaman varsa və yaxud şəxs şəkilçisi varsa, bu təsriflənəndir. Yəni şəxsə və zamana görə dəyişən fe'ldir. Yox, bunun əksi olarsa və yaxud artırılması mümkün olmazsa, bu təsriflənməyən fe'ldir. Yəni bu şəkilçiləri də hamısını görə bildik. İndi uşaqlar, baxaq sizlə fe'li bağlamaya. Uşaqlar, fe'li bağlamı bir fe'lin xüsusiyyətini daşıyır. Bir də zərfin xüsusiyyətini daşıyır. Zərfin. Gördünüzmü uşaqlar? Bu təsriflənməyən fe'llər hamısı iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Hamısına fe'l var, amma birində isimlə fe'l nəyisə paylaşır, birində sifətlə, birində də zərflə. Fe'lin hansı xüsusiyyətini daşıyır? Hərəkət bildirmə. Hərəkət bildirməsi var. Bir də təsdiqdə və inkarda. Təsdiq və inkar. Yəni qalan xüsusiyyətlərini yazmıram, çünki hələ ki onlar sizə ehtiyac yoxdur. Zərfin hansı xüsusiyyətini daşıyır? Zərfin suallarına cavab verir. Zərf kimi hərəkətin tərzinin, zamanını, kəmiyyətini bildirir. Demək, tərz bildirir, tərz, zaman, bir də kəmiyyət bildirir. Gəlin uşaqlar, fe'li bağlamanın şəkilçilərinə baxaq. Burada da şəkilçilər əsasən önəmlidir, öyrənilməsidir. Məsəl üçün, hamısını yazmaram, sizə lazım olanları yazaram. Araq ərək şəkilçisi, məsəl üçün. Araq ərək şəkilçisi. Bir də yadınızda saxlayın ki, fe'li bağlamanın şəkilçiləri də hamısı qrammatik şəkilçilərdir. Buradan bu şəkilçiləri öyrənsiniz, görün nə qədər qrammatik şəkilçi öyrənəcəksiniz. Məsəl üçün, qorxaraq qaçdı. Demək, qorxaraq qaçdı. Burada nədir uşaqlar? Araq ərək şəkilçisi var, demək, fe'li bağlamadır. Hərəkətin nəyin bildirir uşaqlar? Tərzin bildirdi. Tərz bildirir, zərf kimi. Sonra necə qaçdı? Qorxaraq qaçdı. Baxın, zərfin suallarına cavab verdi. Sonra biz bayaq dedik ki, hərəkət bildirməsi, bax, fe'ldə dedik ki, hərəkət bildirir. Təsdiqdə və inkarda işlədə bilərik. Qorxaraq qaçdı və yaxud qorxmayaraq qaçdı. Təsdiqdə və inkar kimi işlətdik. Sualların dedik, necə qaçdı? Yəni, zərf kimi suallara cavab verir, zərfin suallarına cavab verir. Nə tərzdə qaçdı? Yəni, tərz bildirir. Sonra, madan, mədən. Madan, mədən şəkilçisi. Məsəl üçün nə deyə bilərik? Oxunmadan getmə. Yəni, dərsi oxumadan getmə. Burada madan, mədən şəkilçisi nədir uşaqlar? Fe'li bağlamanın şəkilçisidir. Sonra dıqca. Dıqcanı yazmıyorsa, arkəni yazaq. Arkən. Arkən şəkilçisi bizə deyirəm ki, yazarkən barmaqlarım ağrıyır. İndi burada cümlə yazmaqda fikrim yox idi. Sadəcə davamı gəlsin deyə bu sözləri yazdım. Arkən, ərkən burada nədir uşaqlar? Fe'li bağlamanın şəkilçisidir. Sonra anda, əndə. Məsələn, yazanda.
oxuyanda, və s. Sonra nə deyək? Hansılar qaldı? Demək, ara qərək yazmışıq, madam mədən yazmışıq. Ən çox istifadə olunanları yazmaq istəyirəm. Arkan ərkən yazmışıq, andan əndəni yazmışıq. Dıqda, dıqdanı yazdım, qoy. Dıqda. Dıqda, məsəl üçün yazdıqda. Yaz. Oxuduqda, bildikdə və s. Sonra bir də bunu yazmaq istəyirəm. Biz bunu mürəkkəb feillərdə öyrənmişdik. Məsəl üçün yaza. Yaza. Bax, buradakı A nədir uşaqlar? Feili bağlama şəkilçisidir, amma biz bunu mürəkkəb feillərdə öyrənmişdik. Elə feili bağlama da feil olduğuna görə burada heç bir qorxusu yoxdur. Imcanı yazdıq mı? Yazınca, bilincə, gəlincə, oxuyunca, arımaz məsəl üçün biz bunu da mürəkkəb feillərdə keçmişik. Məsəl üçün onu yazım. Armaz. Sən yazar yazmaz. Yazar yazmaz. Yazar yazmaz. Sonra bişər bişməz, gələr gəlməz və s. Məncə uşaqlar bu qədər bəsdir. Burada da feili bağlamadan da ümumiləşdirmə aparaq. Demək, feili bağlama feilin və zərfin xüsusiyyətlərini daşıyır. Feil kimi hərəkət bildirir. Təsdiqdə və inkarda işlənir. Məsəl üçün dedik ki, qorxaraq, qorxmayaraq, oxuyaraq, oxumayaraq və s. Zərfin suallarına cavab verir. Tərz bildirir. Zərf kimi zaman məzmunu olur. Kəmiyyət bildirir və s. Feili bağlamanın şəkilçiləri də bunlar düzdür. Hamısını yazmadım. Lazım olanları yazdım ki, bunları siz əzbərləyə bilərsiniz. Yəni, bu ikisini biz görmüşdük mürəkkəb feillərdə. Arla mazı, ayla anı. Demək, hansılar idi? Şəkilçilər ara qərək, qorxaraq, nə bilim, yazaraq, madan mədən, oxumadan, yazmadan, arkan ərkən, yazarkən, bilərkən, gələrkən, anda, əndə, yazanda, oxuyanda, biləndə, qaçanda, dıqda, sonra yazdıqda, bildikdə və s. A, yəni iki cür A o deməkdir ki, A yəni əd ola bilər. Yaza, oxuya, bilə, görə və s. Armaz, yazar yazmaz, gələr gəlməz, bilər bilməz və s. Bu qədər uşaqlar. Bugünlük bu qədər. İnşallah ki, təkrar bunlara baxın. Qaranlıq qalan məsələlər olmayacaq. Sağ olun, gələn dərslərdə görüşənədək.